o dövrün o bəlasından qutarsın. Vahidin çox yaxın, yəni onu vahid edən Məşəd Azər biz onu məlum məsələdir, yəni hamımız bilirik. Onun bir dənə Vahidə şeiri var, məktubu. Şeirlə bir məktub yazıb Vahidə. Vahid həmən o laubali həyata qədəm qoyub bir müddət orada gezəndən sonra Məşəd Azərin qulağına çatır ki, Vahid çayxanaların küncündə, meyxanələrin küncündə, nə bilim orada, burada, yəni belə bir həyat sürür. O belə bir məktub yazır ona. Deyir ki, Vahida münfəil etmiş məni kirdarlərin, bəzi nalayıq olan şivə-i rəftarlərin. Ərəq etmiş səni rüsvay cahan, leyki məni ərəq-i xiclətə qərq eyləmiş ətfarilərin. Müşküratə səni aludə görüb şam-ı səhər, lənət eylər sənə nəşr etdiyin əşarilərin. Qədrüvi, qiymətüvi bilginən ey kani göhər, mədəni əzəmisən sən dürü şəhvarilərin. Yadıqlı halı əsəfnak Səməd Mənsuri, görgünən aqibəti karını meyxarilərin. Huşa gəl bir daha məğmun eləmə dostlarımı, az deyildir sənin Azər kimi qəmxarilərin. İndi Vahidə bu bir növ həm tərbiyədir, həm tənədir bu məktub. Vahid indi buna cavab verir. Məni aludə yemək gözləri ahular edib. Bu gözləri ahular, gözəllər demək istəmir ha. Onu Məşəd Azər başa düşür, bu nəyə işarə edir? Gözləri ahular kimlərdir? Qutaran varmı əlindən bu xətakarlərin? Məstilik qəsdi ilə zöhd vərədən qaçıram ki, gözüm görməyə karın bu riyakarlərin. Bizi bir cam ilə mey nəşəsi yıxmışsa nə qəm, evi abad ola Azər kimi qəmxarlərin. Vahidəm, məsti görərkən məni çox eyb eləmə, tənəsindən içirəm bəzi dil azarilərin.